Əziz arıçılar, indi mən folmik asit arılara verəcəm. Bugün aprel ayının 19-udur. Yəni hava yaxşıdır, 20 dərəcə temperatur var. Bax, belə bir qablarda verəcəm. İçərisinə masakadan kəsmişəm, belə qısaq qoymuşam. Üstdən deşmişəm və yanlardan deşmişəm. Bax, bu qaydada adi mismardan deşmişəm. Bax, belə eləyirsən deşilir. Yəni lazım ki, altı deşilməsin. Və sonra maska, əlcək və folmik asitdən töküb bu qablara yerləşdirəcəm. O mərhələdə sizə göstərəcəm. Hazır. Çəkə bilərsən. 15 gram. Hazırlayacağız. Bak burada stolun üstünde. Sonra aparıp koyuyoruz. Bu qaydada yine əvvəl mən çubuqları vermişdim. Folmik asit batırılmış çubuqlar. 2 gün əvvəldə. Sonra belə yığıram buraya. Buradan bu qaydada 15 gram tökülmüş. Koyuram buraya. Tamam. Özel folmik asit için şurada ederken mütləq maskadan, açqidən, əlcəklərdən istifadə etmək lazımdır. Çünki çox təhlükəlidir. İstənilən vaxtı ziyanlıq ola bilər, gözə düşə bilər, yandıra bilər, nəfəsə gedə bilər. Gördüyünüz bu qutularda da girişinə baxaq, yəni hər birinə 15 gram qoyduq. Demək 2 gün əvvəl 3 gram hərəsinə vermişdim. Folmik asit çubuqları vermişdim və ya qablarda 3 gram vermişdim. 2 gündən sonra, 3 gündən sonra isə 15 gram vermişəm. İndi bir həftədən sonra yenə 7 gündən sonra 15 gram verəcəm. Bundan da yəni yaz dərmanlaması ancaq bundan ibarət olacaq. Bir də efir yağlarından, kəkoti yağı siləmə sulu ilə hər açanda ondan istifadə edirik. Yəni digər kimyəvi və digər dərmanlardan istifadə eləmirik. Yəni bizim arxanada ancaq folmik asit, askalit asit, yəni və yaxud da sublimasiya şəklində dərmanlardan istifadə olunur. Sağ olun.